Uşaq niyə yemir? Uşaqlarda yemədən imtinanın iki əsas ciddi səbəbləri vardır. Birinci səbəblər tibbi səbəblərdir ki, ciddi araşdırılmalıdır. İkinci səbəblər isə psixoloji səbəblərdir. Uşaqlarda qidadan imtina adətən 2-4 yaş arasında daha ciddi şəkildə müşahidə olunur. Burada həm qida seçiciliyi rol oynayır, eyni zamanda gözdən qaçan orqanik problemlər də rol oynaya bilər. Əgər uşaqda yuxarı tənəffüs yollarında adenoid varsa, misal deyək, bu zaman nəfəs almada çətinlik olur ki, uşaq hər dəfə qidalanma zamanı nəfəs problemi yaranır və bu da uşaqda qidalanmanın keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarda bilər. İkinci məsələmiz isə ağız boşluğu problemləri, eyni zamanda boğaz problemi də uşaqlarda qidadan imtinaya səbəb ola bilər. Eyni zamanda xroniki infeksiyalar, xroniki xəstəliklər də xroniki qida imtinasına gətirib çıxarda bilər. Əgər körpənizdə qəbizlik problemi varsa, bu uşaqlarda xroniki dolu qarın hissiyatı verir ki, bu da özlüyündə yemədən yaranan diskomfortun artmasına gətirib çıxardır ki, bu da uşağın yemək ehtiyacını ertələməsinə gətirib çıxarda bilər. Digər məsələmiz isə parazitar infeksiyalar, endokrin problemlər, bunlar hər biri yekun problemlə nəticələnə bilər. Eyni zamanda bəzi uşaqlarda psixoloji, psixiatrik məsələlər də olur ki, misal üçün sensor həssas uşaqlar vardır ki, bunlar qidanın rəngi, qidaya toxunduqda aldığı hissiyatdan dolayı, eyni zamanda qaşıqdan istifadə zamanı aldığı hissiyatdan dolayı belə qidadan imtinaya gətirib çıxarda bilər. Eyni zamanda valideynlər üzərində güclü nəzarət hissinin olması, daha çox diqqət ehtiyacının olması, çox gözdən qaçan uşaqlarda uşaqlıq depressiyasının belə müşahidə olunması, daha çox elektron vasitələrdən istifadə, bunun da özlüyündən gətirdiyi uşaqlarda emosional yüklənmə və stres və bu stres və emosional yüklənmə zamanı da qidadan imtina ciddi şəkildə müşahidə oluna bilər. Bu səbəbdəndir ki, əgər körpənizdə xroniki olaraq qida imtinası vardırsa, mütləq şəkildə lor, pediatr və eyni zamanda psixoloji konsultasiyadan keçməyi mütləq göstərişdir.